Bugün Türkiyənin İstanbul şəhəri qəfil selin əsrinə çevrilib. Qısa müddətə yağan güclü yağış demək olar ki, şəhəri əsil gölməçəyə çevirib. Daha ətraflı Türkiyə büromuzun müxbiri Pərviz Sultansoy danışacaq. İstanbul'da bugün günorta saatlarından başlayan intensif leysan yağışları bir anda İstanbul'u demək olar ki felç etdi. Əvvəlcədən gözlənildiyi kimi bugün günorta saatlarından başlayan göy gürültülü güclü leysan yağışları İstanbul'u bir saat içərisində iflic etdi. Megapolisin həm Avropa, həm də Asiya hissələrində demək olar ki, həyat durdu. Ötən axşam yaşanan mənzərəni bugün günorta saatlarında da müşahidə etmək mümkün idi. Magistral və şəhəriçi yollarda nəqliyyat vasitələrinin hərəkəti tamamilə iflic vəziyyətdədir. Leysan yağışlarının bir anda başlaması küçədə olan insanları çarəsiz vəziyyətə saldı. İstanbulun həm Atatürk, həm də Sabiha Gökçen hava limanındakı reysləri təxirə salındı. 6 aydır yağış üzrünə həsrət qalan İstanbul bu fəsadlardan sonra hələ 6 ay sonra da yağış arzulamayacaq. Ekspertlərin fikrincə bu güclü leysan yağışlarından sonra fəsadlar ortaya çıxmağa başlayacaq. İndidən dəyən ziyanlar hesablanır.